parallelt var gjorde det. De mycket först sen Birliği'nin Hasan Dilek Efendi'ninki katibi. Milli Güreş İslam Toplumi'nin Yavuz Selim kardeşimiz. Azat Tribün Cemiyeti'nin İlasa Atali Efendi. Azerbaycan Cemiyeti'nin Kolkuz Cemiyet ve Teşkilat'ta Şivisiye Uygur Komitesi, Uygur Mağarif Uyuşması Katanlık Cemiyet'te birlikte bu faaliyeti edip bir vaktimiz. Också om att se till att lyfta fram det sätt som människor från Östturkestan behandlas, inte bara i Kina utan i andra länder. Man misstror, man menar att uigurernas kamp skulle vara en form av terrorism, och framförallt så rättfärdigar man mördandet, man rättfärdigar slakten som faktiskt pågick under några fruktansvärda dagar. Kina! 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 Fråntagna deras rätt för kulturell verksamhet, modersmål på sitt, undervisning på sitt modersmål och alla rättigheter som Kina har skrivit under genom FN-deklarationen. Och det är oacceptabelt. Oavsett vad man har för etnisk tillhörighet, man är svensk, fransman, tysk, eller vad man har för religion, om man är kristen eller till och med om man är ateist. Man bör döma det här fascistiska kinesiska regeringens assimilationpolitik mot uiguriska folket. Det här är absolut oacceptabelt. Varje människa, oavsett dess etnisk tillhörighet och religiös tillhörighet, bör döma det här. Vi deltar i dagens demonstration från Sydazerbaijanska kongressen, Azerbaijanska demokratiska partiet, Azerbaijanska kulturföreningen Karabach, Azad Tribun och som individuella människor för att stödja och för att visa vårt stöd för det civila, oskyldiga uiguriska folket. Svenska azerbajdzjaner stödjer er kamp för att sydazerbajdzjanerna har också blivit drabbade av en chauvinistisk policy av iranska regimen faktiskt. 30 miljoner sydazerbajdzjaner i Iran är fråntagna deras rätt att få undervisning på sitt modersmål. Det är precis det som uiguriska folket är utsatt av den kinesiska fascistiska regimen. 1945 blev sydazerbajdzjaner i Iran fråntagna deras självständighet, och det är vad som har hänt uiguriska folket. Vi har mycket gemensamt. Vi har gemensamma rötter, vi har gemensam kultur och vi har gemensam historia. Så vi delar eran sorg, vi delar eran kamp, och vi vill med alla våra möjligheter visa vårt absolut stöd, 100% stöd från svenska azerbajdzjanerna till svenska uigurer och hela uiguriska folket. Tack så mycket! Xalqı adından bugün sizi salamlayıram və öz xalqım adından deyirəm ki, biz də ilk gündən Çinin bu qeyri-insani, qeyri-bəşəri hərəkətini pisləmişik və pisləməkdə davam edirik. Biz də öz xalqımız adından Çinin bu vəhşi hərəkətləri saxlamağı, insan qanını tökməməyə çağırırıq. Doğu Türkistan bugün öz haqq
hak səsini qaldırır. Bugün insanlıq adına hörmət edən hər bir kəs onunla bir sırada durmalıdır. Qeyd etdiyim kimi biz də Azərbaycan xalqı 50 milyon onunla bir sıradayıq. Doğu Türkistanın səsinə səs veririk. Bütün problemlərin bir həlli var, bir çıxış yolu var. Onların doğma səbəbinin, irəli gəlmə səbəbinin nədənindən aslı olmayaraq, bugünkü Doğu Türkistanın fəlakəti əslində Türk dünyasının başı üzərinə almış fəlakətin bir hissəsidir. Fəlakətimiz Türkün bir-biri ilə bir olmamasıdır, birliyin yaranmamasıdır. Türk bir-birini tanımadı, bir-birindən ayrı düşdü və ona görə də baxsaq bugün dünya xəritəsinə hər yerdə Türklərin başı üzərini fəlakət alıb. İstər Doğu Türkistan, istər Şimali Azərbaycanda Qarabağ problemi, Güney Azərbaycanda 40 milyonluq Güneylilərin problemi və digər bu cür problemləri Türk dünyasında göstərmək olar. Və bütün problemlərimizin çıxış yolu birliyimizin yaranmasıdır. Əslində bugünkü aksiyanı mən Türk dünyasının birliyinə doğru atılmış bir addım hesab edirəm. Çünki burada təkcə Uyğur Türkləri yox, onunla bir sırada duran Güney Azərbaycanlılar, Şimali Azərbaycanlılar və Türkiyə Türkləri, Osmanlı, Səlcuq Türkləri onlarla bir sıradadır. Haqq səslərini qaldırırlar. Mən bütün Türk dünyasını bir olmağa, istər Doğu Türkistan məsələsində, istər Güney Azərbaycan, Qarabağ və digər problemlərimizdə bir yerdə olmağa çağırıram. Və bütün bəşəri səsləyirəm ki, Çinə bir ağızdan desinlər, qan tökməyi saxla, Doğu Türkistanın haqqı var, müstəqil yaşasın və insan kimi yaşasın, öz haqlarına çatsın. Və hamı kimi Çinin bu vəhşi hərəkətini pisləyirəm. Rədd olsun vəhşi Çin, yaşasın insanlıq. Hanım'a köprek. Yaşasın tümennin yaşasın. Hazır biz Beycan'a yetkidik. Bu ülkende dişsiz kakavat kudek bir şey oldu. Sina doğru.